Bismillah, elhamdülillah və salatu və selamu ala Rasulillah və ala alihi və ashabihi ecmain, əmmə ba'd. Ramazan ayı münasibəti ilə qardaşlar, bilirsiniz ki, tövsiyələr olur müəyyən qədər. İstərsən namazlardan sonra, istərsən təravih arası müxtəlif mövzulara toxunuruq və bir-birimizə dini xatırladırıq. İndi bu məclisdə yaxşı olar ki, kimin sualı varsa, Ramazanla ilgili, xüsusən də Ramazan ayındayıq, bir çox suallar maraqlandırır, bir çox cavablar maraqlandırır. Ona görə inşallah Azza və Cəllə Ramazanla ilgili önəmli suallar varsa, bismillah verin. Ramazanda bütün günü boyu yatmaq. Biraz səs. Ramazanda bütün boyu günü yatmaq hökmü nədir və ya fərz namaz qılır, gənə yatır. Sual başa düşdünüzmü? Sual belədir. Bir adam oruç tutur ama bütün günü yatır. Biri də var, oruç tutur, namazları durur, qılır, yenə yatır. Bu sualın iki hissəsi var. Birinci hissəsi odur ki, bütün günü yatır. Mənası odur ki, bu adam namazlara önəm vermir. Nə vaxt dursa o zaman qılır namazını. Təbii ki, bu əməl sahibi, cinayət sahibi sayılır. Böyük günah sahibi sayılır. Bunun məsəli, bilirsiniz nəyə bənzəyir qardaşlar? Bunun məsəli ona bənzəyir ki, bir ev tikir, bir şəhəri uçurur. Bir ev tikmək xətrinə bir şəhəri uçurur. Bu məsələ ona bənzəyir. Yəni, oruç tutur və orucdan daha önəmli olan namazı zay edir. Ona görə kimin halı belədirsə, o insan böyük təhlükə üzrədir. Özünü islah eləməsi lazımdır. İkinci məsələsi, ikinci tərəfdən də bir adam oruç tutur. Amma namazları durub qılır, fərz namazları və yenə yatır. Ona deyirik ki, sənin belə etməyin günah deyil, günah qazanmırsan. Günah qazanmırsan. Sadəcə və sadəcə sən böyük xeyirləri itirirsən. Çünki oruç tutmaqda məqsəd nədir qardaşlar? Təqvanı çoxaltmaq, namaz qılmaq, oruç tutmaq, dua etmək, Quran oxumaq və s. Deməli, yatağanlığa meyillik insanı böyük fəzilətli əməllərdən yayındırır. Növbəti sual. Orucun lüğəti və dini mənası nədir? Orucun lüğəti və dini mənası nədir? Orucun lüğəti mənası qardaşlar, tərk etmək deməkdir. Tərk etmək və yaxud da imtina etmək. Lüğəti mənası budur. Şəri mənası isə Allaha ibadət olaraq, ibadət məqsədi ilə bütün yeməkdən və içməkdən və orucu pozan şeylərdən, fəcrin doğuşundan günəş batana kimi bütün bu şeylərdən çəkinmək. Yəni, ibadət məqsədi ilə fəcrin doğuşundan və günəşin batışına kimi yeməkdən, içməkdən və bütün orucu pozan şeylərdən çəkinmək. Şəri mənası isə oruç tutmağın budur. Ona görə oruç tutan insan orucuna xələl gətirən nə varsa hamısından çəkinməlidir. Günəşin, ikinci fəcrin doğuşundan ta günəşin batışına kimi. Növbəti sual. Ramazan ayının orucunu tutmağının hökmü nədir? Ramazan ayının orucunu tutmağın hökmü vacibdir. Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur: Ya eyyühellezine amenu kutibe aleykumus-siyamu kema kutibe alellezine min qablikum leallekum tettekun. Ey iman getirenler, sizden önceki ümmetlərə Ramazan ayının orucunu tutmaq vacib olduğu kimi sizlərə də vacib oldu. Onu tutun ki, bəlkə Allah'tan qorxasınız. Bu ayə açıq-aşkar dəlildir ki, Quran-ı Kerimdən Ramazan ayının orucunu tutmaq vacibdir. Sünnədən də məşhur hədisi bilirsiniz. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İslam 5 dirək, 5 təməl üzərinə qurulub. Onlardan biri də nədir? Oruc, Ramazan ayının orucunu tutmaq. Həmçinin icma var. İcma var qardaşlar. Bütün müsəlmanlar icma etmişdir ki, Ramazan ayının orucunu tutmaq hər bir müsəlmana
həddi buluğa çatmışa, ağlı üstündə olana və qadir olana vacibdir. Kim Ramazan ayının orucunu tutmağın vacibliyini inkar edərsə, o insan kafir sayılır, ona hüccət qaldırıldıqdan sonra, o insan təkfir olunur, ona başa salındıqdan sonra ki, bu Ramazan ayının orucunu tutmaq vacibdir. Quran və sünni ilə, icma ilə və o insana başa saldıqdan sonra yenə israr eləyərsə inkarında həmin insan kafir hesab olunur. Lakin kim Ramazan ayının orucunu tutmağın vacibliyini iqrar edərsə, təsdiqləyərsə, lakin səhlənkarlıq ucbatından oruç tutmazsa, həmin insan ən doğru rəy odur ki, fasıq sayılır. Həmin insan fasıq sayılır, kafir sayılmır. Baxmayaraq ki, bəzi elm əhli hətta belə olsa belə onu təkfir etmişdir. Amma ən doğru rəy odur ki, bu fasıqlardan sayılır, kafirlərdən deyil. Allahu aləm. Növbəti sual. Səbəbsiz yerə Ramazan ayında orucu pozmağın hökmü nədir? Səbəbsiz yerə Ramazan ayında orucu pozmağın hökmü nədir? Şək yoxdur ki, Ramazan ayının bayaq iki sualda cavabladıq ki, Ramazan ayının orucunu tutmaq nədir? Vacibdir və belə olduğu halda səbəbsiz yerə bir insan Ramazan ayının orucunu pozarsa və yaxud da yeyərsə və yaxud tutmazsa, o insan böyük günahlardan birini etmiş olur. Lakin əgər bir insan səbəbsiz yerə orucunu pozarsa, həmin insana vacibdir ki, həmin o orucunu pozduğu günü, həmin o günü qəza etsin. Bəzi qardaşlar var, bu məsələni qarışdırırlar. Deyirlər ki, yəni bir gün kim səbəbsiz yerə orucunu atsa 60 gün oruç tutmalıdır. Bu doğru deyil. Sadəcə həmin günün orucunu qəza eləyir və təbii ki, səbəbsiz yerə orucunu açdığına görə də tövbə eləyir. Növbəti sual, oruç tutmaq kimlərə vacibdir? Necə? Oruç tutmaq kimlərə vacibdir? Oruç tutmaq kimlərə vacibdir? Oruç tutmaq hər bir müsəlmana birinci şərti nədir? İslam. Kafirlərə oruç tutmaq vacib deyil. Birinci şərt nədir? İslam. Müsəlman olmalısan. İkinci, həddi buluğa çatmış olmalısan. Uşağa oruç tutmaq vacib deyil. Həddi buluğa çatmamış uşağa oruç tutmaq vacib deyil. Lakin o öyrənsin deyə, alışsın deyə oruç tutmağa o uşaq sövq olunur, həvəsləndirilir. Həmçinin ağlı üstündə olması da şərtdir. Ağıllı adama vacibdir. Dəli olanlara, qardaşlar, oruç tutmaq vacib deyil. Dəli olanlara oruç tutmaq vacib deyil. Çünki hədisdə gəlmişdir, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, 3 kəsdən qələm qaldırılmışdır. Yəni, etdikləri günahlara görə onlara cəza yazılmır, nə də salih əməllərə görə savab yazılmır. Yəni, onlardan biri də dəli, hətta ağlı başına gələnə kimi. Bu baxımdan deyirik ki, həmçinin şərtlərdən biri nədir? Ağlı olmaq. Həmçinin oruc vacib olan şəxslərdən biri xəstəliyin olmaması. Xəstəliyin olmaması. Xəstəlik də iki qismə bölünür. Şəfası, müalicəsi olmayan xəstəliklər və keçici xəstəliklər. Əgər keçici xəstəlikdirsə, o insan müvəqqəti olaraq Ramazan ayının orucunu tutmaya bilər və sağaldıqdan sonra həmin orucu qəza edir. Amma keçici xəstəlikdir, yəni müalicəsiz xəstəlikdirsə, davamlı xəstəlikdirsə, həmin insan oruç tutmur və tutmadığı günlərin sayı ilə günə bir adam yedizdirir. Evet, sual, orucu açmağa icazə verilən üzürlər hansılardır? Bir də oxu. Orucu açmağa icazə verilən üzürlər hansılardır? Orucu açmağa icazə verilən üzürlər hansılardır? Yəni, hansı hallarda insan orucunu aça bilər? Birinci odur ki, əgər bir insan səfərə çıxırsa, müsafirdirsə və oruç tutmaq o insana məşəqqət törədirsə, əziyyət verirsə, o insan orucunu aça bilər. Yəni, bu səbəblərdəndir. Orucunu aça bilər. Lakin tuta da bilir, aça da bilir, ikisi də eyni səviyyədədirsə, tutmağı daha əfzəldir. Amma tuta bilir,
Amma çox məşəqqət var, belə olduğu halda açması daha əfsəldir. Hər halda icazə verilən hallardan biri səfər. İkincisi xəstəlik. Əgər insan xəstə olarsa, onu da icazə verilir, orucunu açsın. Üçüncüsü, qadınlarda baş verən aybaşı halı və nifas halı, doğum halında olan qan axıntısı, onlara da icazə verilir ki, orucu açsın. Həmçinin səbəblərdən, məsələn, bir insan həlak olursa, tutaq ki, dənizdə, suda boğulur və yaxud da haradasa yanğın düşüb, onu xilas etməlisən. Sən onu xilas etmək üçün orucunu aşa bilərsən və sonra qəza etmək şərti ilə. Həmçinin icazə verilən səbəblərdən cihad. Döyüş bölgəsində cihad zamanı mücahidə icazə verilir ki, düşmənlə qarşılaşanda zəiflik hiss edirsə bədənində orucunu açmasına icazə verilir. Çünki Müslimdə hədis var, Sahih Müslimdə hədis var. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, siz bugün səhər düşmənlə qarşılaşacaqsınız, orucunuzu açın ki, hətta qüvvəniz olsun, döyüşə qüvvəniz olsun. Ona görə elm əhli deyir ki, əgər bir mücahid zəiflikdən qorxarsa cihad meydanında orucunu güclü qalsın deyə aça bilər. Evet, Allahu aləm. Tüstü, toz veya i orucu pozurmu? Tüstü, Toz veya i. Tüstü, toz və i orucu pozurmu? Təbii ki, qardaşlar, orucu pozan şeylər məlumdur ki, yemək və içmək və buna bənzəri şeylərdir. Məsələn, bəzi qardaşlar var ki, tüstü olan yerdə işləyir, zavoddur və yaxud da başqa bir yerdir və yaxud da tozun olduğu bir yer. Şək yoxdur ki, iyidir, toz bir də tüstü, eləmi? Bunların heç biri yemək hökmündə deyil. Heç biri yemək hökmündə deyil ki, hətta deyək ki, toz və yaxud tüstü və yaxud da insan orucunu pozur. Ona görə ki, onları udmaq insanın ixtiyarından asılı deyil. Yəni, sən işlədiyin yerdə toz varsa, işlədiyin yerdə tüstü varsa, istədiyin yerdə xoş və yaxud da pis qoxu varsa, sən onu dəf eləmək sənin əlində deyil. Çünki bu nəfəs borusu ilə bağlı olan bir şeydir. Lakin bunun insanın sağlamlığına zərəli var. Şək yoxdur ki, tüstü həm də toz insanın sağlamlığına zərəl verir. İnsan çalışmalıdır ki, belə yerlərdə işlədirsə, ən azından manelərdən istifadə etsin. O xortumdur və yaxud da o medisina tərəfdən, tibbi tərəfdən həkimlərin istifadə etdiyi tozun və iyin insanın bədəninə daxil olmasına mane olan o şeylərdən istifadə etməlidir. Kəmmamələrdən və yaxud da onun adı bilmirəm nədir dəqiq olaraq ki, hətta bu şeylərə sağlamlığını qorusun deyə. Amma həddi zatında iyi qoxu və yaxud da toz insanın orucunu pozmur. Evet, sual, uşağın oruç tutmasının hökmü nədir? Bayaq dedik ki, uşağa vacib deyil Ramazan ayının orucunu tutmaq. Uşağa vacib deyil. Həddi buluğa çatmamış uşağa vacib deyil. Həddi buluğa çatmağın da əlamətlərini bilirsiniz. Ya 15 yaş tamam olmalıdır, ya insanın eyib yerlərindən tükün çıxması olmalıdır və yaxud da qadının aybaşı və yaxud da kişidən məninin gəlməsi. Bu əlamətlərdir. Bu əlamətlər yoxdursa, o insan həddi buluğa çatmamış sayılır. Bu baxımdan da onun oruç tutması yaxşı əməllərdəndir. Çünki hətta alışsın deyə oruç tutmağa, sonra böyüyəndə ona çətin olmasın deyə. Lakin hökmü vacib deyil. Allahu aləm. Evet, sual, ağlı gedib gələn insanların oruç tutmasının hökmü nədir? Necə? Bir də o. Ağlı gedib gələn insanların oruç tutmasının hökmü nədir? Ağlı gedib gələn, yəni ağlında xələl olan insanların oruç tutmasının hökmü nədir? Usulda belə bir qayda var. Ki, hökm səbəbi ilə fırlanır, harda fırlansa. Hökm səbəbi ilə fırlanır, harda fırlansa. Deməli dedik ki, bir insanın ağlının olması, orucun vacib olması üçün şərtdir. Səbəb ağıldır, hökm isə vaciblikdir. Deməli, ağıl varsa oruç tutmaq vacibdir. Ağıl yoxdursa oruç tutmaq vacib deyil. Deməli, səbəb varsa hökm də var, səbəb yoxdursa hökm də yoxdur. Belə olduğu halda, o insanın ağlı gedib gəlirsə, ağlı üstündə olduğu vaxt oruç tutmaq o insana vacibdir. Ağlı getdiyi zaman ona oruç tutmaq vacib deyil. Allahu aləm. Evet, sual, orucun ədəbləri hansılardır? Orucun ədəbləri hansılardır?
Oruç tutmağın təbii ki, qardaşlar, çoxdur ədəbləri. Bu ayrıca bir mövzudur. Lakin xatırlamaq olar ki, ən məşhur ədəblərindən odur ki, insan sahuru uzatsın ta son vaxtına kimi, iftarı açanda onu tezləşdirsin və həmçinin ədəblərdən və sünnələrindən insan yaşlı xurma ilə orucunu açması, o yoxdursa quru xurma ilə orucunu açması, əgər o da yoxdursa su ilə açması və o da yoxdursa nə ilə olursa olsun orucunu açması. Həmçinin ədəblərdən insanın söyünç söyməkdən, nalayiq sözlər tələffüz etməkdən və tələffüz edənlərin yanında durmaqdan çəkinməsi, uzaq durması və həmçinin ədəblərdən insan vaxtını boşu-boşuna fayda verməyən şeylərdən zayi etməməsi, həmçinin ədəblərdən, qardaşlar, insan ibadətə meyilli olması və Ramazanda həyatını gözəl əməllər etmək üçün tərtibata salması və buna bənzər şeylər. Bununla kifayətlənək inşallah, əgər növbəti suallar olarsa gələn məclisdə ərz edərsiniz. Allahu aləm və sallallahu və səlləm və barik alə nəbiyyə Muhammed və alə alihi və ashabihi əcmain.